Hər kəs salamlayıram. Bu videoda faiz mövzusu ilə bağlı vacib qeydlərə və həmin qeydlərlə bağlı 8 sualın həllinə baxacağıq. Videonun ikinci hissəsinin gəlməsi üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Elə isə keçək mövzuya. Deməli, bu videoda mövzu ilə bağlı 4 vacib qeydimiz olacaq. Birinci qeydimiz B-nin A faizinin tapılmasıdır. Yəni biz B ədədinin A faizin B vurulsun %A düsturu ilə tapırıq. Yəni məsələn 6-nın 30%-ni tapmaq istəyirəmsə, 6 vurulsun %30-un qiymətini tapıram. Yəni 6 vurulsun 10-da 3-ün qiymətin. Bu da 18 bölünsün 10, yəni 1,8-ə bərabər olur. İkinci vacib qeydimiz B-ni A faiz artırmaqla bağlıdır. Biz B-ni A faiz artırarkən B-ni 100 üstəgəl A bölünsün 100-ə vururuq. Yəni bunu bu şəkildə də yaza bilərik. B vurulsun 1 üstəgəl A bölünsün 100 şəklində. B-ni A faiz azaltmaq. B-ni A faiz azaldarkən isə B-ni 100 çıxılsın A bölünsün 100-ə vururuq. Yəni bu da o deməkdir ki, B-ni 1 çıxılsın A böl 100-ə vururuq. Dördüncü qeydimizdə ədədi faizə çevirmək üçün istifadə etdiyimiz düsturdur. Biz istənilən ədədi faizə çevirmək üçün həmin ədədi 100-ə vurmalıyıq. Məsələn, 2-ni faizə çevirəndə 2-ni 100-ə vururuq, edir 200%. İndi keçək sual izahlarına. Demək bizə birinci sualda deyilir ki, 1 kiloqram 1 tonun neçə faizidir? Biz bilirik ki, 1 ton nəyə bərabərdir? 1000 kiloqrama bərabərdir, düzdürmü? İndi biz bir düstur bilirdik. A ədədinin B faizi A vurulsun %B-yə bərabərdir. Tutaq ki, bizim bu 1 tonumuzun X faizi 1 kiloqrama bərabər olsun. 1 tonun X faizi 1 kiloqram olsun. Onda biz 1 tonu %X-ə vuranda nə əldə edirik? 1 kiloqram əldə edirik. Birinci düstura əsasən biz bunu deyə bilirik. Biz 1 tonun 1000 kiloqram olduğunu bilirik, düzdürmü? O zaman 1 ton əvəzinə 1000 kiloqram yazaq. Vurulsun X bölü 100. Bu da bərabər 1 kiloqram. Gördüyümüz kimi kiloqramlar gedər. Qalar nə? 1000x bölünsün 100. Bərabər 1. Burada 100 ilə 1000-i ixtisar aparsaq, sürətdə 10 qalacaq. Yəni 10x, burada 1 qalır. İstənilən ədədi 1-ə böləndə həmin ədədin özü alınır. 10x-i 1-ə böləndə də 10x alınır. Bərabər 1. Buradan da x bərabər 1 bölünsün 10. Yəni 0,1. Bu da o deməkdir ki, 1 tonun 0,1 faizi 1 kiloqrama bərabər olacaq. Yəni bizim doğru cavabımız D variantı olacaq. İkinci suala baxaq. İkinci sualda 60 ədədinin 60% A, 70 ədədinin 70% B olarsa, B minus A fərqinin tapılması tələb olunur. Bizim A-mız nədir? 60-ın 60%-dir. Bilirik ki, biz istənilən ədədin X faizi həmin ədədin X bölünsün 100-ə vurulması deməkdir. Yəni 60-ın 60%-i 60 vurulsun 60 bölünsün 100-ə bərabər olacaq. Bu da 3600 bölünsün 100-dür. Niyə? Çünki 60-ı 60-a vuranda 3600 alınır. 3600-ü sürətdə yazanda 3600 bölünsün 100 alınır. Bu da bərabər olur. 100 ilə 2 0 gedir, qalır 36. Deməli bizim A-mız 36-ya bərabərdir. B-miz isə 70 ədədinin 70%-dir. Yəni 70-i %70-ə vuranda B alınır. O zaman 70-i 70-ə vursaq 4900 bölsə 100-ə B-ni əldə edərik. Bunlar gedər, yerdə 49 qalar. Deməli bizim B-mizdə 49-a bərabər imiş. B minus A-nı taparkən də biz 49-dan 36-nı çıxırıq. Yəni bizim yekun cavabımız 13-ə bərabər olur. Doğru cavabımız 13-dür. Üçüncü suala baxaq. Konqurent kvadratlara bölünmüş ABCD kvadratının neçə faizi ştrixlənməmişdir? Biz ilk öncə baxaq ki, ABCD bölgüsü kvadratında neçə ədəd bu şəkildə kiçik kvadrat var. Bunların sayını tapmağa çalışaq. Biz görürük ki, burada nə qədərdir? 5 dənə kvadrat var, düzdürmü? Burada da həmçinin 5 dənə kvadrat var. O zaman ümumi kvadratların sayı nə olacaq? Baxın, hər sətirdə 5 dənə var. Və burada 5 dənə sətr var. Deməli, 5 vur 5 bərabər olacaq ümumi kvadratların sayına. Ümumi kvadratların sayı bərabər olacaq 5 vurulsun 5-ə. Yəni 25-ə. Ştrixlənənlər nə qədərdir? 3 dənədir. Deməli, ştrixlənməyənlər nə qədər olacaq? Ümumi 25-dir. 25-dən ştrixlənənlərin sayını çıxsam, yerdə nə qalacaq? Ştrixlənməyən kvadratlar. Yəni 25 çıxılsın 3, bu da 22-yə bərabərdir. Faizini tapmaq üçün də nə edirik? Ümuminin, yəni 25-in tutaq ki, X faizi ştrixlənməmişdir. O zaman %X-i ştrixlənməyəcək birinci düstura əsasən. Bu da bərabər olacaq ştrixlənməyənlərin sayına, yəni 22-yə. Yəni 25x bölünsün 100 bərabər 22. Yəni 25x bərabər 22 vurulsun 100 olacaq. 25 ilə 100-ü ixtisar aparsaq, burada 4 qalacaq.
Yəni x-imiz 22 vurulsun 4-ə, yəni 88-ə bərabər olacaq. O zaman doğru cavabımız E variantı olacaq. Dördüncü suala baxaq. Dördüncü sualda diaqramda okeanların tutduğu sahələr göstərilmişdir. Atlantik okeanının sahəsi Sakit okean sahəsinin neçə faizidir? Şəkil üzərində analiz aparsaq görərik ki, Atlantik okeanın sahəsi nədir? Baxın, düz xətt çəkilib. Deməli, Atlantikin sahəsi bura uyğun olandır. Yəni 90-a bərabərdir. Atlantikin sahəsi 90 milyon kilometr kvadratdır. Yəni 90 vurulsun 10 üstü 6 kilometr kvadrat. Sakit okean sahəsi isə burada 180 olaraq göstərilib. Deməli, Sakit okeanın sahəsi bərabər olacaq 180 milyon kilometr kvadrata. Yəni 180 vurulsun 10 üstü 6 kilometr kvadrat. Bizim burada hesablama apararkən vahidləri yazmağımıza ehtiyac olmayacaq. Ona görə kilometr kvadratları istifadə etməyəcəm. İndi tutaq ki, burada Atlantik okeanın sahəsi Sakit okean sahəsinin x faizi olsun. Onda Sakit okeanın sahəsini mən vursam %x-a alacağım Atlantik okeanının sahəsini. Sakit okean sahəsinin 180 vurulsun 10 üstü 6 olduğunu bilirik. Kilometr kvadratı yazmayacaq. Vurulsun x bölünsün 100 bərabər olacaq Atlantikin sahəsinə. Yəni 90 vurulsun 10 üstü 6-ya. 10 üstü 6-lar gedər. Qalar 180 x bölünsün 100 bərabər 90-a. Hər tərəfi 100-ə vursaq 180x bərabər 90 vurulsun 100 alınar. Hər tərəfi 90-a bölək. Burada 2, burada 1 qalacaq. Yəni 2x bərabər 100 alınacaq. Buradan da x bərabər 50 əldə olunacaq. Yəni doğru cavabımız D olacaq. 5-ci suala baxaq. Fəhlə işin əvvəlcə 70%-ni, sonra qalan işin 20%-ni gördü. İşin neçə faizi görülməmiş qaldı? Tutaq ki, fəhlənin gördüyü iş, daha doğrusu fəhlənin görəcəyi iş A olsun. Bu ilk öncə işin 70%-ni görür. Yəni A-nın 70%-ni görür. A-nın 70% nədir? A vurulsun %70-dir. Yəni A vurulsun 10/7. Yəni A vurulsun 0,7. Düzdürmü? Yəni bu işin əvvəlcə 0,7 hissəsini görür. Yerdə nə qalır? A-dan, yəni bütün işdən görülən işi çıxsam, görülməyən işi əldə edərəm. 0,3A. Qalan işin, yəni görülməyən işin 0,3A-nın 20%-ni sonra görür. Yəni bu işin sonradan 20%-ni görür. 0,3A-nın 20%-i nədir? 20 bölünsün 100-ə vurulmasıdır. Yəni 0,3A vurulsun 1/5. %20 1/5-ə bərabərdir. Bu da nəyə bərabər olacaq? 0,3-ün əvəzinə 3 bölünsün 10 yazaq. 3 bölünsün 10-a vurulsun 5-də 1. Yəni 3A bölünsün 50. Bunu onluq kəsir şəklində yazsaq 0,6A alarıq. Deməli, bu fəhlə sonradan işin 0,6 hissəsini görüb. 0,3-dən çıxaram 0,6A-nı, əldə edərəm 0,24A. Yəni, bu 0,3A-nın bu 0,6A-sını görmüşdür. Onda görmədiyi iş nə olacaq? Görülən işi 0,3A-dan çıxarırıq. Yerdə görülməyən iş qalır. Yəni, yekun olaraq bu A-nın 0,24 hissəsini görmür. Tutaq ki, bu 0,24A A-nın x faizi olsa, A vurulsun %x, onda A-lar gedər. Burada %24, burada %x qalar. Buradan da x-imiz 24-ə bərabər olar. Yəni, işin 24%-i görülməmiş qalacaq. 6-cı suala davam edək. Rəngsaz 2 gündə alınan boyanın 80%-ni işlətmişdir. O, ikinci gün birinci günə nisbətən 3 dəfə çox boya işlətmişdir. 40 litr boya alındığı məlumdursa, rəngsaz birinci gün neçə litr boya işlətmişdir? İlk öncə yazaq. 40 litr boya alınıb. Bunun 2 gündə 80%-ni işlədir. 40-ın 80% nədir? 40 vurulsun %80-ə bərabərdir. Yəni 40 vurulsun 80-ə 3-ü ixtisar aparsaq 20-yə bölək hər tərəfi. Burada 4, burada 5 qalar. 40 vurulsun 5-də 4. 5 ilə 40-da ixtisar gedər. Burada 8 qalar. 8 vur 4-də 32-yə bərabərdir. Yəni tutaq ki, bu birinci gündə x, ikinci gündə y litr işlətsin. Onda 2 gündə cəmi 32 litr işlədəcək. Yəni x üstəgəl y-imiz 32-yə bərabər olacaq. Birinci gün, daha doğrusu ikinci gün, birinci günə nisbətən 3 dəfə çox boya işlədir. Yəni y-imiz birinci gündəkindən, yəni x-dan 3 dəfə çox olacaq. Yəni 3x-ə bərabər olacaq. O zaman y-in əvəzinə 3x yaza bilərik. Bərabər 32. Buradan da əldə edərik 4x bərabər 32. Buradan da x bərabər 8 alarıq. Birinci gün neçə litr boya işlətmişdir? X litr boya işlətmişdir. X-imiz da 8-dir. Doğru cavabımız 8.
7-ci suala baxaq. 80 qram 30% şəkər məhluluna neçə qram su əlavə etmək lazımdır ki, 25% şəkər məhlulu alınsın? Baxaq. Görürük ki, bu məhlul 30%-lidir. Yəni bu məhlulun 30% şəkərdir. Biz öncə tapaq ki, bu 80 qram 30% məhlulun neçə qramı şəkərdir? Yəni 80 vurulsun 30% şəkərdirsə, yəni %30 misli şəkər olacaq. Yəni 80 vurulsun, bunları aparaq 10-da 3. Bu 10 ilə 80 aparsa, burada 8 qalacaq, burada 1. Yəni cavabımız 24 olacaq. 24 qram şəkər var bunun tərkibində. İndi baxaq, yazaq burada. Burada 80, burada 24 yazaq. Tutaq ki, biz buna x qram su əlavə edirik və 25% şəkər məhlulu alınır. Mən burada məxrəcə x qram, yəni x əlavə edirəm. Gördüyüm kimi surət nədir? Şəkərin miqdarı. Məxrəc nədir? Ümumi məhlulun miqdarı. Yəni mən bu məhlula x litr əlavə edəndə 24 bölünsün 80 üstəgəl x ümumi, yəni son alınan məhlulun faizi olur. Yəni 25% olur. 25% də bilirik ki, 4-də 1-ə bərabərdir. 4-də 1. Buradan biz x-i tapa bilərik. 24-ü 4-ə vurarıq, 96 alınır. 80 üstəgəl x-i 1-ə vuranda da elə 80 üstəgəl x edir. Buradan da x-imiz 16-ya bərabər olur. Yəni doğru cavabımız E variantı. Son olaraq 8-ci suala baxaq. 16 nəfər Çinli və 24 nəfər türk olan turist qrupunda türklərin 75%, Çinlilərin isə 25% fransız dilini bilir. Bütün turistlərin neçə faizi fransız dilini bilir? Türklərindir 75%. Neçə türk var? 24. 24-ün 75%, yəni %75-i fransız dilini bilir. %75 də nədir? 4-də 3-dür. Hər tərəf 25-ə bölsək, məxrəcdə 4, sürətdə 3 qalacaq. 24 vurulsun, 3 böl 4. 4 ilə 24-ə aparsaq, 6 alınır. 6 vurulsun, 3-ün qiyməti də 18-ə bərabərdir. 16 nəfərdə Çinli var. Çinlilərin isə 25% bilir. %25 hissəsi bilir. Yəni 16 vurulsun, bu 4-də 1-ə bərabərdir. 4-də 1 bərabər 4. Yəni türklər içərisində 18 nəfər, Çinlilər içərisində 4 nəfər fransız dilini bilir. O zaman ümumi 18 üstəgəl 4, yəni 22 nəfər fransız dilini bilir. Doğru cavabımız 22-dir. Bu 8 məsələ faizlə bağlı birinci əsas vacib qeydimizlə bağlı idi. Digər qeydlərlə bağlı sualların gəlməsi üçün videonu bəyənin və kanala abunə olun. Sağ olun, salamat qalın.